mövzusunda danışacaq. İndi istər Zahirə xanımı səhnəyə alaq. Suyu da götürüb gəlib. Bundan yuxarı çıxdım. Gələn hər kəsə təşəkkür edirəm. Hər biriniz təşəkkür edirəm ki, bu həftə sonu özünüzə, şəxsi inkişafınıza vaxt ayırdınız. Bu sizin üçün çox böyük bir şey. Bəlkə sizin üçün kiçikdir, amma bizim üçün çox böyükdür. Təşəkkür edirəm. Mən bugün reklamın brendə təəssüratını danışacağam. Mövzuya keçmədən qabaq bir sual vermək istəyirdim ki, kim məni tanıyır və necə tanıyır? 2-3 nəfər mənə cavab versə yetərli. Tanıyanlar varmı? Spikerlərdən Pərviz müəllimdən alaq. Deyim, müəllim sizdən. Salam edin. Sağ olun, siz necəsiniz? Mən tanıyorum. Yox, mən tanıyırsınız, tamam, amma necə tanıyırsınız? Yəni... Yaxşı. Qəşəng Sadəcə sual verməkdə məqsədim, belə deyim, açıqlaması sonradır. Sadəcə, yəni, insan olaraq, fərd olaraq necə bir tipaj olaraq yaratmışam o sualı verirəm. Aslında bir söz var, bunu bəzən yaxşı mənada, bəzən pis mənada işlədirlər. Civəklə. Şey var, o diyalog. O diyalog. O diyalog. Elə tanışlar. Təşəkkürlər, çox sağ olun. Müəllim, siz? Biz belə deyək də, qardaş şirkətlər çalışmışıq ki, mən sizi oradan tanıyıram. Xüsusən də kommunikasiya sahəsindəki fərqli toolları istifadə etməkdir. Çox sağ olun, təşəkkür. Başqa? Var işləməkdən qorxmuyor. Yeniliklə plastik ənilləri bir paralel aparan marketingdə. Çox sağ olun, təşəkkür edirəm. Bunu sual verməkdə məqsədim o idi ki, əslində qalsa bizim özümüz də bir brendlik. Özalə də brenddir, Nərmin də brenddir, Günay da, Edqar, hər birimiz bir brenddik. Və hər birimizin özlü xüsusiyyətimiz var. Necə ki, siz bu təəssüratları verdiniz mənim haqqındakı odaloji və brendə təsiri, digər şeylər hamısı bizim üçün, adım üçün mənim yaratdığım bir təəssüratdır. Yəni, mənim etdiyim reklamın mənim adıma təəssüratıdır. Eynisə də brenddə elə. Yəni, bunu mən belə bir misalda verməyimin səbəbi odur ki, biz həmişə forumlarda daha ağır, daha uzun cümlələrlə danışırıq və yadda qalırmı bilmirik. İndiyə nə qədər saysız forumlarda, saysız reklamlar, belə deyim və təlimlərində olmuşam. Desəniz ki, reklamın tam açıqlanması bəlkə də mənim də yadımda çox qalır. Amma reklamın mənim öz adımda saxladığım bir qısa cümləsi var ki, reklam markanın danışan səsidir. Yəni, bunu istifadə elədiyim zaman hər zaman bilirəm ki, bu mənim yadımda bu cür qalır. Brend isə reklamın yaratdığı hisslər, yadda qalan zihində olan duyğulardır. Yəni, onların açıqlanmasını əlbəttə hamımız Wikipedia, digər yerlərdə, Google-da 50 yerdə axtarmışıq. İndi ChatGPT var sağ olsun, hər türlü bizim yardımımıza qaçır. Və onlardan heç birindən yadda saxlamıram. Mən sadəcə özümdə tutduğum bir fikir var, onun üzərindən gedirəm. Və mən bu özümdə bu sualı verməkdə məqsədim də o idi ki, sizin də hər birinizin çalışdığınız brendlərdə, şirkətlərdə bu sualı verin ki, mənim brendim kimdir və mənim brendimin bizim sferada yaratdığı təəssürat nədir? Bu suala cavab tapdığınız zaman sizin etdiyiniz reklamda, reklamın məqsədi və etdiyiniz kurslarda hamısı artıq sizin qabağınıza və beləsinə tökülür. Və burada artıq bir dənə də sizə sual vermək istəyirəm ki, reklamın brendə təsirində 3 əsas istiqamət desək. Məsələn, siz onlardan nələr deyə bilərsiniz ki, 3 əsas istiqamət ki, reklamı etdiyiniz zaman brendə təsir edir. Bunlardan auditoriyanı tanımaq, ehtiyaclarını bilmək, Aha, başqa 3 əsas. Yəni, reklamı edirsiniz, həmin brendə təsiri nə satışı yaradır. Reklamın əsasən sizin məqsəd yönünüzdə, təbii ki, bizdə satış və brend evimiz nəzərdə tutulur. Və biz burada reklamı etdiyimiz zaman brenddə şəxsiyyət yaratmağı da fikir verməliyik. Müştəri ilə bağ qurmağı da fikir verməliyik. Və bunların hamısında və bir də təkrar effekti deyilən bir şey var. Yaddaşda qalıb saxlamalısan və sonra onlara təkrar effekti verməlisən. Bunların hər biri bizim üçün reklamın brendə təsir edir. Həmçinin inam yaratmaq. Bəli, inamı yaratmaqdan da əlavə sən zaten şəxsiyyət olaraq o duyğunu verməlisən. Əgər misal üçün də sən ancaq qışqırırsan ki, məndə indirim var, məndə bu var, bu var, amma müştəri gəlir, müştəri ilə elə rəftar edirik ki, müştəri qaçır gedir və müştəri gəlir, misal üçün hansı bir qiymətdə fərq olur, digər bir problem. Bu böyük hər zaman bizim belə retail sahəsinin ən böyük problemlərindən biridir. Artıq müştəri bir dəfə sınır, 2 dəfə sınır, 3 dəfə sınır, 4-cüdə artıq itirir o. Nə qədər yaxın olsa da başqa bir yerə gedəcək və bu ilkin addımlardır. Çünki misal üçün biz reklamdan
müştərini gətiririk. Sonrakı prosesdə burada CRM-ə də basatmış olacağam. Artıq digəri isə CRM tərəfinin işidir ki, müştərini əldə saxlasın. Necə? Və fərqli yaratması, sağlamaq. Əlbəttə, fərqlilik yaratmaq, təkrar effekt yaratmaq, yaddaşda saxlamaq, bəli, tamamilə doğrudur. Və burada məsəl üçün biz reklamları eləyəndə hər zaman standartlara qaçırıq, standartları fikirləşirik. Amma o sarı simə toxunan reklamları nəzərdə tuturam mən. Bizim ölkədə yeni başlayıblar etməyə. Türkiyədə falan, qardaş ölkədə çox yaxşı sarı simə toxunan reklamlar var ki, sən sadəcə elə bir notlardan, elə bir musiqidən, elə rekvizitlərdən istifadə edirlər ki, məsəl üçün gözünü yumursan, reklam belədir ki, sakit bir musiqidir, çox yaxşı bir ailə konseptidir, hamı deyir, gülür, başda nənə baba, stolun üstündə sevdiyi yeməklərdir, aşdı, dolmadır, bəlkə ləvəngidir, ən sevdiyi. Yəni mən brend adı çəkmək istəmirdim, amma eynən ki, sizin nə təəssürat yaradır? Ailə konseptinə, sevgi, xoşbəxtlik, onların hətta şüarı ki, biz içki satmırıq, biz xoşbəxt anlarıq. Bəli, yəni bu dəyəri yaratmaq məsələsi. Bu brendin təsiridir ki, bu onun içində təbii ki, sən xoşbəxt olursanmı, olmursanmı, bu tartışılır bir konudur. Amma sən o reklamlara baxanda ilk hansısa bir şeydə kolanın heç bir logosu olmur. Hansısa bir, belə deyim də, gözə batan bir loqonu böyüt, sol küncdə bu boyda olsun, qoy hamı görsün məsələsi yoxdur. Orada sadəcə müəyyən bir insanlarla, siqnallarla sənə çatdırır ki, xoşbəxtlik, ailə, bunlar hamısı reklamın əsas brendə təsiridir. Və sonunda bir dənə təkşotlu bir dənə kolanın hansısa bir brendin logosu çıxır və biz sonunda bilirik ki, bu brendin reklamıymış. Və bunun da nəticəsində o gəlir çıxır ki, açıqlamada reklamın təsirindən ona gəlir ki, ailədir, nənənginin evindəsən, həmin o sən elə bilirsən ki, məsəl üçün kolanın içəndə nənəngindəsən, nənəngində o balıqsan və yaxud da o təəssüratları yaratmaq istəyir, o mesajı vermək istəyir. Və bunun istiqamətində artıq biz müəyyən qədər işlər görürük ki, reklamda, brendə təsirində. Mən belə danışdım, amma ilkin heç sizlərdən sual verdim, özümə heç tam verdimdə təqdim edə bilmədim. Etməməyimdə də məqsəd oydu ki, bir auditoriyadan cavab alım, sonra özümü təqdim edeyim. Artıq 10 ilə yaxındır ki, bu sferada çalışıram və mən bir də bu arada adım Özalədir. Müsahilə Tünzalə deyil. Yəni, bilirəm, çox adam səhv deyir, amma heç o deyil, sadəcə Özalə. Retail, FMCG, agentlik, tikinti, gözəllik ağlınıza gələ bilər. Hətta bet sahəsində belə çalışmışam. Ağlınıza gələ biləcək bütün sferaların marketinqini işləmişəm. Yəni, çox qarışıq və çox maraqlıdır. Çünki bu кейslərin hər biri sonrasında hər bir işə nə gərək var sualı deyil. Hamısı həyatda lazım olur, hamısı işlədiyim sferada lazım olur. Çünki gündəm elə dəyişir ki, yəni mən indi retaildə olsam belə, hazırda bet sahəsində etdiyim taktikaları təzədən tətbiq edirəm. Yəni, çox maraqlı bir şeydir, amma işləyir. Və maraq yaradır. Çünki nə qədər olsa da, dönəm fırlansa da yenidən köhnələr təzədən qayıdır. Necə ki, köhnə geyimlər yeniyə qayıdır. Eynisə də bizim trendlərə aiddir. Belə. Gələk əsas başqa məsələlərə isə. Mən bayaq reklamın brendə təsirindən danışdım və burada bir neçə məsələlərə toxunduq. Hansı ki, mənim çalışdığım şirkətdə, bundan qabaqki şirkətdə, bu arada Aras Supermarketdə çalışmışam, Tərlan bəylə eyni qardaş şirkətlərdə çalışmışam. Orada bizdə bir məsələ var idi ki, brendi yadda saxlanmaq üçün, empati qurmaq üçün bizə bir, belə deyim, task verilməli. Yadda qalmaq üçün bir şey yardır. Nə etməli, reklamlara çox yaxşı gücü ayrılır, yaxşı işlər görülür, amma nəsə yadda qalmır. Sadəcə Araza xas, milliliyə xas, çünki Araz tam milli konseptlədir, ona xas bir şey etməli. Nə edək, çox agentliklərlə görüşdük, digər işlərlə elədik və sonunda qərara gəldik ki, biz bir maskot yaratmalıyıq. Maskot da necə bir maskot yaradaq ki, həm əhalinin sevəcəyi olsun, həm pis almamalı, həm də milli olsun. Və bu yeni il ərəfəsinə yaxınlaşırdıq, hansı ki, sentyabr var idi. Və biz belə bir qərara gəldik ki, təbii ki, təkliflər də var idi, hamısını topladıq, belə bir qərara gəldik ki, hamının təsəvvüründə yeni ildə Şaxta Baba var və bu Şaxta Baba hədiyyələr gətirir, hansısa bir sürprizlər verir. Hər birimizin ağlında həmişə o var. Biz də düşündük ki, nə edə bilərik? Belə bir qərara gəldik ki, biz də Araz babamızı yaradıq. Hər bir babalardan var, Araz babamızda olsun və bir növdə Şaxta Babaya disk etmişim olacaq.
Və sloqanımız da bu idi ki, Araz Baba qiymətləri endirir və sizləri sevindirir. Bu formatda və Araz Babanın geyiminə həm adaptasiya elədik yeni ilə, daha sonra isə adaptasiya elədik Novruza. Və beləliklə artıq 3 ilə yaxın konsert və ən uğurlu layihələrdən biri oldu bu arada Arazda. Və beləliklə bu kommunikasiya planını da elə apardıq ki, babamızı real şəkildə küçəyə də çıxartdıq, daha sonra real şəkildə marketlərə də gətirdik və beləliklə bunun konsertləri birbaşa müştəri ilə əlaqəyə keçirdik. Və müştəri davamlı şəkildə Araz Baba ilə empati qurur. Uşaqları, necə ki, Şaxta Baba gelirdi, Coca-Cola var idi, gedirdi hədiyyələri paylayırdı. Eyni konsepti biz yaratdıq. Araz Baba mağazada uşaqlara hədiyyə paylayırdı və biz burada hamı Araz Babanın reklamın, yəni hamı Arazdan çox Araz Babanı istəyirdi. Artıq nə vaxt ki, misal üçün yeni il, Novruz gəlirdi, kommentariyalarda baxırdıq ki, yazırlar ki, axır ki, Araz Baba gəlsin, qiymətləri indirəcək. Böyüklü, kiçikli. Biz həm uşağa da işlədik, uşaqlar üçün Araz Babada hansı fərqli oyunlar elədik, böyüklər üçün endirimləri fərqli elədik, sorğular keçirdik ki, hansı məhsullar endirilməsi var. Çox üzr istəyirəm, Məzarət xanım. Çox maraqlı danışırsınız, sən də. Çox üzrlü sayız. Tutdum. Tamam, son cümlələrimi deyirəm və beləliklə biz artıq böyük bir layihəni ortaya gətirdik və təsiri, effekti satışları təbii ki, rəqəmlər açıqlanansa deyil, amma bunu demək olar ki, Arazın ən yaxşı uğurlu layihələrindən biridir. Əni deyəndə də qorxaraq demirəm, çünki bilirəm ki, reklam qanunvericiliyində ən istifadə edə bilmirik, amma biz tam şəkildə əminliklə öz şirkətimiz adından, o vaxtki şirkətimizin adından deyə bilirik ki, biz bunu elədik. Və burada əsas mən danışıb digər məsələ keçmədən qabaq və yerimi oturmadan qabaq məsələ yoldaşım Edqar bəy atmaq istəyirəm ki, biz reklam brendə təsirindən danışırıq, reklamı tanıdırıq, müştəri deyirik ki, şirkətə, əlayı, superi, endirimlərimiz superdir, sən bizə gəl, biz onu gətirəndən sonra artıq onu əldə saxlamaq CRM-in işdir. CRM biz tanıdırıq, CRM isə müştərini tanıyır və davamlı şəkildə bu belə deyim də, davamlı sinerji hər zaman olmalı ki, CRM, marketing, CRM, satış, bunlar hər zaman bir-birinə paslaşmalı, hər zaman da bitiş görməlidirlər ki, brend, marka tam satışına, məqsədinə belə deyim, çatsın. Dinlədiyinizə görə çox sağ olun. 15 dəqiqə necə keçdi aşırı bilmirəm. Təşəkkürlər gəldiyinizə görə. Çox sağ olun. Məzarət xanım. Çok teşekkür ederiz. İstəyirəm sizə də bir sual verim. Həmçinin sizin canınız da məncə çox maraqlı olacaq. Sizin etdiyiniz reklamlar insanlara sizi sevdirməyə çalışır, yoxsa sizi seçmək istəyir? Çox maraqlı bir sual açır. Təbii ki, yoldaşlar, sevilmək gözəldir. Hamı sevilmək istəyir, eynən brendlər də. Sadəcə mən hər zaman bir ifadən işləmirəm ki, brendin sevilməyi gözəldir. Amma məhsulun səbətdə olmağı onun artıq etibarıdır, gücüdür. Və biz çalışsaq da ki, brendimiz tanınsın, brendimiz sevilsin falan, artıq onun satışı olmayandan sonra onun heç bir faydası yoxdur. Yəni, hər kəs deyə bilər ki, super şirkətdir, əladır, amma o məhsul rəhtdə qalır. Artıq belə deyim, bazburatda gedəndən sonra o məhsulun heç birinin bir effektivi yoxdur. Əsas məsələ etibar yaratmaqdır, güvən yaratmaqdır və verdiyim mesaj daim yadda qalan və daim inam güvən yaratmalıdır. Və mənə görə sevilməkdən çox etibar, güvən olmalıdır, məhsul alınsın və sevilsin, həm də səbəbli olsun. Çox sağ olun, təşəkkür ederiz. Çox sağ olun, yandaşlar.